Yeni il bayramı yaxınlaşdıqca ölkə ərazisinə pirotexniki vasitələrin gətirilməsinə də yavaş-yavaş başlanılıb. Rəsmi olaraq bu vasitələrin satışına qadağa qoyulsa da, bəzi işbazlar qaçaqmalçılıq yolu ilə istifadəsi yüksək səs-küy ilə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən pirotexnikanı Azərbaycana gətirməkdən çəkinmirlər. Dövlət Gömrük Komitəsinin əməkdaşlarının apardıqları axtarışlar zamanı bu cür vasitələri ölkəyə qaçaqmalçılıq yolu ilə gətirmək istəyənlər saxlanılıb. Tovuz Gömrük İdarəsinin Sınıq Körpü Gömrük postunda Gürcüstan Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Hüseynov Səbuhi Vahidoğlunun idarə etdiyi Mercedes markalı avtomobilindən 2000 qutu, Məmmədov Rəşad Əhlimanoğlunun idarə etdiyi Ford markalı sərnişin mikroavtobusundan isə 62.000 ədəd müxtəlif növ yüksək səs-küy ilə müşayiət olunan pirotexniki və tez alışan vasitələr aşkarlanaraq götürülüb. Bundan əlavə gömrük işçiləri yoxlamalar zamanı ölkəyə bu tipli maddələr keçirməyə cəhd edən Gürcüstan vətəndaşlarından da eyni tipli 1264 qutu pirotexniki maddələr aşkar edilərək götürülüb. Əldə olunmuş faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.